Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Bugün may ayının 7-si 2025-ci il. Əziz izləyicilər, mən bir neçə dəqiqə ərzində sizinlə bir məsələni mövzunu müzakirə etmək istəyirəm. Bilirsiniz ki, son günlər Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Amerikada yaşayan, səhv eləmirəmsə Amerikada yaşayan oğlunun zorakılıqla bağlı əməlləri haqqında məlumatlar yayılır. Deməli, Məzahir Pənahovun gəlini şəkil paylaşaraq məlumat yayıb ki, onun həyat yoldaşı Məzahir Pənahovun oğlu, adını unuttum oğlunun, gəlinə qarşı fiziki zorakılıq tətbiq edib. Neçə gündür ki, sosial şəbəkələrdə, mediada fikirlər səsləndirilir, müzakirələr aparılır. Eyni zamanda hüquq müdafiəçiləri, bəzi deputatlar, yəni ictimaiyyətdə tanınmış şəxslər, bəzi vəzifəlilər bu məsələni müzakirəyə çıxardıblar, öz fikirlərini bildirirlər və bu məsələdə gəlin qalıb bir tərəfə, Məzahirin oğlu qalıb bir tərəfə, Məzahir Pənahovu tənqid edirlər, oğluna yaxşı tərbiyə vermədiyinə görə. Hətta hüquq müdafiəçisi Novella Cəfəroğlu belə bir bənzətmə eləyib ki, əgər bir adam öz evində it saxlayırsa, o it küçədə kimisə dişləsə, deməli, o itin sahibi məsuliyyətə cəlb olunur. Əslində uyğunsuz bir bənzətmədir. Adam sonra davam edir ki, Məzahir Pənahovun oğlu da hər hansı bir iş görürsə, onun sahibi deməli Məzahir Pənahov olduğuna görə günah Məzahir Pənahovundur. Bu qeyri-ciddi bir bənzətmədir. Deməli, nə Məzahir Pənahovun oğlu itdir, nə onun atası it sahibidir. Əslində müqayisə çox böyük qüsurludur. Ümumiyyətlə demək istəyirəm ki, əziz izləyicilər, Məzahir Pənahov haqqında xüsusən tanınmışların, hüquq müdafiəçiləri, vəkillər daxil olmaqla bu cür baskılar göstərir ki, hökumət deməli koridorlarında, dəhlizlərində Məzahir Pənahovun vəzifəsinin sonlandırılması ilə bağlı bəzi şübhələr və yaxud da şayələr və yaxud da reallıqlar dolanır deyə bu adamların əksəriyyəti də hökumətin mətbəxinə biraz yaxındılar və bunlar həm də çox yaxşı qoxu hiss eləyirlər. Çünki deməli, bəzi bu proseslərin içindədirlər və hökumətin bəzi proyelərinin bunlar da bir tərkib hissəsidir. Ona görə də belə hallarda bunların duyumu yaxşıdır. Güman eləyirəm ki, Məzahir Pənahovla hökumət yollarını ayıracaq düşüncəsindəyəm. Ona görə də belə halların, yəni bu kimi bir hadisənin ortaya çıxması və Məzahir Pənahov haqqında mənfi fikirlər deyilməsi, bu Məzahir Pənahov haqqında deməli cəmiyyətin fikrini mənfiləşdirmək üçün atılan bir addımdır. Çünki Məzahir Pənahov əgər işdən çıxarılarsa, işdən uzaqlaşdırılarsa, təbii ki, Məzahir Pənahov tənqid olunacaq ən çox seçki komissiyasının sədri olduğuna görə. Əziz izləyicilər, Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının sədri olduğu dövrdə təqribən 5 prezident seçkiləri keçirilib, 5 dəfə Milli Məclisə seçkiləri keçirilib, biz təqribən elə o qədər də bələdiyyə seçkiləri keçirilib, referendum keçirilib, səhv etmirəmsə 3 dəfə. Biz üst-üstə bunları toplasaq, 20-dən çox deməli seçki keçirilib və bu 20 seçkinin hamısında da Məzahir Pənahovun imzası ilə seçkilər tanınıb və saxta namizədlər cəmaatın səs vermədən saxtakarlıq yolu ilə onların
deməli həmin postlara seçilməsi məhz Məzahir Pənahovun imzası ilə təsdiq olunub. Mən düşünürəm ki, bu cür deməli davranışlar ona görədir ki, Məzahir Pənahov deməli vəzifədən göndərildikdən sonra cəmiyyət onu seçkilərə görə deyil, oğluna tərbiyə verə bilməməsi üçün tənqid eləsinlər. Çünki əslində Məzahir Pənahov İlham Əliyevi saxta yolla prezident edəndə, millət vəkillərin, deputatları saxta yolla millət vəkili edəndə, bələdiyyələri eyni qaydada, referendumu eyni qaydada təqribən 3 dəfə ya 2 dəfə ən azı mənim xatirimdədir, 2 dəfə ya 3 dəfə 2009-2016, ondan əvvəlki bilmirəm Məzahir Pənahovun dövrünə təsadüf edir deyə yox. Ona görə elə ən azı 2 dəfəni dəqiq deyək, ən azı 2 dəfə Azərbaycan xalqının iradəsinə bağlı olmayan referendumu təsdiq edəndə insanlar, bu adamlar Məzahir Pənahovu təqdir edirdilər, alqışlayırdılar və ölkədə ədalətli seçki keçirilib tezisini verirdilər. Amma Məzahir Pənahov vəzifədən uzaqlaşdırılandan sonra təbii ki, onun tutduğu vəzifə ilə bağlı müzakirələr aparılacaq. Belə hadisələr isə o da əlbəttə ki, Azərbaycan hakimiyyəti üçün heç də yaxşı vəd etmir. Amma belə hadisələr Məzahir Pənahovun şəxsi həyatı, ailə məsələləri, oğlunun tərbiyəsizliyi, oğlunun zorakılıq eləməsi və s. və ilaxır müzakirələri bu istiqamətdə çəkmək mən hesab edirəm ki, bu planlı şəkildə aparılır və yaxın günlərdə yəqin ki, biz eşidəcəyik ki, Məzahir Pənahov artıq Mərkəzi Seçki Komissiyasının sədrlik vəzifəsindən İlham Əliyevin, yəni bir zamanlar 5 dəfə, üzr istəyirəm, 4 dəfə İlham Əliyevi prezident edən Məzahir Pənahovu İlham Əliyev məhz deməli vəzifədən uzaqlaşdırıb. Belə bir biz xəbər oxuyacağıq. Ona görə də bu kimi hallar indidən müzakirələrə çıxarılır. Əziz izləyicilər, biz heç bir halda zorakılıq halını dəstəkləmirik. Zorakılıq, ailədaxili zorakılıqlar haqqında həmişə mövqeyimizi bildirmişik və heç zaman bunu bəyənməmişik. Bunun normal hal olmadığını qeyd etmişik. Amma onu da vurğulamışıq ki, ailədaxili zorakılıq halları deməli bir çox hallarda ya iqtisadi çatışmamazlıqdan irəli gəlir, ya da Məzahir Pənahovun oğlu kimi qudurmuşluqdan irəli gəlir. Hər halda iqtisadi çatışmamazlıq olanda da, qudurmuşluq olanda da hər iki halda problem yenə hökumətin idarəçiliyinə bağlıdır. Yəni ölkədə baş verən bütün problemlər, bütün proseslər ya bilavasitə ya da dolayısı ilə deməli birbaşa ya bilavasitə ya da birbaşa Azərbaycan mövcud hakimiyyətinə bağlıdır. Ona görə də mən düşünürəm ki, məsələ bu qədər sadədir. Sadəcə Məzahir Pənahovun bu vaxta qədər o tutduğu vəzifədə göstərdiyi çatışmamazlıq, etdiyi saxtakarlıqları ört-basdır eləmək üçün onu məişət problemləri ilə, ailədaxili problemlərlə istəyirlər yadda saxlasınlar və onun vəzifədən uzaqlaşdırılandan sonra deməli onu məhz bu problemlə tənqid etməyə çalışırlar ki, siyasi hakimiyyətin siyasi qərarlarına insanlar münasibət bildirməsin və yaxud da insanlar o qərardan xəbərsiz qalsınlar. Əziz izləyicilər, bugün həqiqətən Azərbaycan cəmiyyətində çox ciddi, böyük problemlər var. Məzahir Pənahov oğlu arvadını döydü, döymədi. Bunlar xırda məsələlərdir. Bu məsələlərlə fikrimizi qarışdırmayaq. Ölkə əslində bir zalim, qəsbkar ailənin əlində əsir olub. Problem çox ciddidir. Azərbaycan cəmiyyətinin, Azərbaycan dövlətinin və Azərbaycan xalqının əsas problemləri bunlardan ibarətdir. Məzahir Pənahovun oğlunun ailə-daxili münaqişələri və s. bunlar insanların fikrini məşğul etməməlidir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.